İnsanları düşündürən daima əsas sağlıq suallarından biri də sidiyinin rəngi dəyişib. Bu nə deməkdir? Belə ki, ümumiyyətlə sidiyin rənginin dəyişməsi bir sıra hallarda mümkündür. Sidik yollarının, yəni böyrəklərin sidik hissəsinin, sidik axarının, prostat vəzini və s. şiş xəstəliklərində, iltihabi xəstəliklərdə, daş xəstəliklərində və yaxud böyrək çatışmazlığı olan hallarda əlbəttə ki, sidiyin rəngində bu və ya digər dərəcədə dəyişmə ola bilər. Ümumiyyətlə, böyrək çatışmazlığı olan insanlarda xüsusilə sidiyin rənginin daha çox şəffaf olması görünür, amma digər xəstəliklərdə isə sadaladığımız şiş və daş xəstəliklərində, iltihabi xəstəliklərdə sidikdə qan daxil olduğuna görə sidiyin rənginin qızarması halından qarşılaşırlar və bu da əlbəttə onlarda haqlı yerə ciddi stres faktoruna çevrilmiş olur. Ümumiyyətlə, əgər zamanında sidiyin rəngində hər hansı bir dəyişikliyi görərlərsə insanlar, mütləq surətdə həkim uroloqa müraciət eləsinlər. Çünki sadaladığım xəstəliklər ciddi həyati risk daşıyan xəstəliklərdir. Əgər vaxtında doğru düzgün diaqnoz qoyularsa və düzgün müalicə aparılarsa, həmin ciddi həyati təhlükəli hallardan uzaqlaşmış olarlar.